Sabah edərəm. Bir gün fasilə versəm nə olar? Ancaq sonra gördüm ki, öz kontentim belə özümə bir dərs verir. Bəli. Sehirli sabah. Sabah edərəm. Sabah idmana başlayaram, sabah video çəkərəm, sabah zəng edərəm, sabah və o sabahlar bitmir. Və biz sabahlarla özümüzə borc yazırıq. O borc da bizim uğursuzluğumuzla faizlənir. Gəl real olaq. Sabah edərəm demək əslində etmək istəmirəm deməkdir. Mən də təlimlərimdə, kontentlərimdə, görəcəyim hər bir işdə sabah edərəm deyib özümü aldadırdım. Sabah daha yaxşısını edərəm. Bu gün etsəm alınmaz. Və həmən bu gün düşündüm ki, sabah daha yaxşısını çəkərəm. Amma bu gün bunu etməliyəm. Çünki bir qayda öyrəndim. 5 saniyə qaydası. 5-dən geriyə sayırıq. 5, 4, 3, 2, 1. Və edib etmək istəmədiyinə qərar vermiş olursan. Mən həqiqətən bunu etmək istəyirdim. Və ona görə də bu videonu çəkirəm. Çəkdiyim kimi də paylaşacağım. Hər hansısa bir edit, hər hansısa bir montaj ehtiyac görmürəm. Hər hansı bir mükəmməl görünüşə də ehtiyac görmədim. Çünki mən bunu etmək istəyirdim. Və siz də düşünün, nəyi sabaha ertələyirsiniz? Və o ertələdiyiniz hadisə, proses sizin zamanınızdan nə qədər geriyə aparır? Sabah da buna bənzər bir mövzu ilə gələcəm. Mükəmməl olmaq sehrindən.